Kök kişilərin oğlu olur, arıqların qızı. Bunu mən demirəm, Yapon alimləri tədqiqat aparıb və belə bir nəticəyə gəlib. Şəxsən mən yadıma saldım, kök tanışlarımı da, arıqları da. Demək olar ki, Yapon alimlərinin dediyi o qədər də düz çıxmadı, amma əksərən haqq payı var. Bax görək Kəmalə Osmanova bu xəbərdə bizə nələri deyəcək. Siz isə çəkinizi və övladınızın cinsini şərhlərdə yazın. Görək köklərin həqiqətən mi oğlu olur? Kök kişilər daha çox oğul sahibi olur. Yeni tədqiqatlara görə artıq çəkisi olan kişilərin oğul sahibi olmaq ehtimalı normal çəkili kişilərlə müqayisədə daha yüksəkdir. Fertility and Sterility jurnalında dərc olunan araşdırmada sonsuzluq müalicəsi alan 8500 cütlük iştirak edib. Nəticələrə əsasən normal çəkili kişilərin 611 oğlan və 569 qız doğulub. Artıq çəkili kişilərin isə oğlu olma ehtimalı 27% çox olub. Mütəxəssislər xəbərdarlıq edir ki, artıq çəki üstünlük deyil, həm də ciddi sağlamlıq risklərini nəsildən nəsilə ötürür. Avstraliyanın Yeni Cənubi Wales Universitetinin araşdırmasına görə artıq çəkili ataların uşaqları və nəvələri də artıq çəkiyə meylli olur. Tədqiqatçı professor Margaret Morris qeyd edib ki, ətraf mühit, piyələnmə və stress genlərə təsir edərək gələcək nəsillərin sağlamlığını poza bilər.